Belə bir deyim var ki, insanın ağlına nə gəlmirsə, o başına gəlir. İlk zamanlar bu deyimi eşitdiyim zaman mənə çox məntiqsiz gəlirdi. Ağıl deyinidir, baş deyinidir, söhbət nədən gedir? Ümumiyyətlə başa düşmürdüm. Lakin son illərdə yavaş-yavaş anlamağa başlayıram. İllər öncə tam olaraq 2020-ci ilin sonlarında mən Ağstafadaydım. Gürcülərlə sərhəddə aramızda bir neçə kilometr məsafə vardı və o anlarda evdən, Bakıdan 400 kilometr uzaqlıqda olmanın verdiyi hissi yaşayırdım və düşünürdüm ki, bundan o tərəfə mən Bakıdan uzaq olmayacağam. O hissləri mən yaşayırdım. Lakin bugünkü gündə buradayıq və evdən, Bakıdan 2500 kilometr uzaqlıqda olmanın hissini yaşayıram. Təbii ki, məndən uzaqda olan bizim həmyerlilərimiz var ki, Allah onların hər birini qorusun. Məsələ o deyil. Demək istədiyim odur ki, siz istəsəz də, istəməsəz də, çabalasaz da, çabalamasanız da qismətdə nə varsa o olacaq, həm də nöqtə vergüllə kimi. Yenə də çabalamağınız məsləhətdir, qismətdə olacaq. Mən heç nə eləməsəm də olacaq, belə bir şey yoxdur. Hər nə qədər də bura gəlməyimi mən planlaşdırmasam da, düşünməsəm də istəyim var idi. Bu yolda bir qədər əziyyət çəkmişəm, gecəmi gündüzümə qatmışam. Ona görə də sizlərə demək istəyirəm ki, insanın ağlına nə gəlmirsə başına gəlir. Xəyallarınızı qurun, onun üçün əziyyət çəkin və sonda qismətdə nə varsa o olacaq.